Axşamınız xeyir olsun, gününüz uğurlu olsun dostlar. Bu günləri sizlərlə bərabər kompüter oyununda və PlayStation-da yarış arabalarında ən çox sevilən oyunu sizə göstərəcəm. Blur necə yüklənir? Təbii ki, GameHub-a Blur necə yüklənir, onu sizə göstərəcəm. Əvvəlcə Google-a daxil oluruq. Biz sistem unload edəcəyik. Gördüyünüz kimi bunun sitəsini də sizə buraxacağam, linkini sizə verəcəm. Axtarış yerinə Blur yazırıq. Necə var elə? Axtarış veririk. Gördüyünüz ilk səhifədə Blur'un rəsmi oyunu çıxdı. Bunun üstünə bir dəfə basırıq. Ən aşağı gəlirik. Blur gördüyünüz kimi download links. Bunun üstünə bir dəfə vururuq. Vurduqdan sonra sekund saniyəsini gözləyirik. Bu saniyəni təbii ki, gözləmək şərtdir. Mən bu oyunu endirdim və belə deyim də, hazır imişkən dedim bir video çəkim və sizlərlə bərabər sizə də göstərim necə olacağını. Free download'a basıb geri çıxırıq və təkrardan bastığımızda belə bir sekmə çıxır. Mən endirdiyim üçün bu oyunu artıq endirməyəcəm. Bunun kimlər indirməyibsə, bunun izahlı qaydasını sizə göstərirəm. Mən endirdiyim üçün endirmirəm. Ləğv edirik və geri çıxırıq. Əsas məsələlərə qaldıq. Zarchiverə giririk. Zarchiverə girdikdən sonra endirilənlər qismi var. Download. Bura bir dəfə daxil oluruq və Blur'u axtarırıq. Blur buradadır. Bunun üstünə bir dəfə basırıq. Bunu çox adam səhv edir. Bunu diqqətli izləyin. Çox adam qovluğa çıxarda basır. Qovluğa çıxartmaq sizin telefonunuzun yaddaşını bir qədər də aşağı salır. Ona görə də papkanın içinə salmaq daha məqsədə uyğun görünür. Daha məqsədə uyğundur təbii ki. Buraya çıxart. Buna basırıq. Və buraya çıxardırıq. Gördüyünüz üzrə bura çıxardır. Bu yüklənsin. Mən videonu hələlik saxlayıram. Bu yüklənəndən sonra təzədən bitəndən sonra mən sizə göstərəcəm hər şeyi. Abilər, görmüş olduğunuz kimi arxiv uğurla çıxardıldı yazır. Arxivi, yəni papkanı tapırıq. Papkanı tapdıq. Bura giririk. Blur'un özünə giririk. Blur əxə. Gördüyünüz kimi Blur buradadır. Buradan çıxırıq. Bannerhub'un linkini buraxmışam. Öncəki videoda Bannerhub'un linkini buraxmışam. Bannerhub'a giririk dostlar. İndi işimiz burada olacaq bizim təbii ki. Bannerhub'a daxil oluruq. Ən arxaya gəlirik. Import Games. Bunu çox adam səhv edir. Dostlar, diqqətli baxın. Baxın, buradan sola tərəf çeviririk. Import Games üstünə vururuq. PC Games üstünə bir dəfə basırıq. Download'ı tapırıq. Blur. Az öncəki qovluqdan baxın, görürsünüz Blur. Blur'un papkası. Üstünə bir dəfə vururuq. Blur'un üstünə bir dəfə də vurduq. Baxın. Bir daha göstərirəm. Download papkasında Blur papkasını tapırıq. Blur papkasının içinə daxil oluruq. Təkrardan Blur papkasına giririk və Blur əxə. Onun üstünə bir dəfə vurub Confirm'a basırıq. Burada nə edəcəyik? Oyuna girməmişdən qabaq 3 nöqtəyə basırıq. PC Game Setting. Üstünə bir dəfə vururuq dostlar. Burayla heç bir işimiz yoxdur. Buraya təbii ki dəyməyəcəyik. Completity-yə girəcəyik. Completity-də bizim vacib işlərimiz var. Əvvəlcə bu formatda yoxlayacağıq. Bu formatda açılsa, mən sizə oyunun belə deyim də, qrafik ayarlarını da göstərəcəm. İlk öncə oyunumuza daxil olaq. Görək oyunumuz açılırmı yoxsa yox. Baxaq. Görək oyunumuz bu qrafikdə açılacaqmı, açılmayacaqmı? Bizə maraqlı olan odur. Və təbii ki, dostlar, görmüş olduğunuz kimi oyunun özü açılır. Və görmüş olduğunuz kimi dostlar, oyun açıldı.
Mən burada keçməyəcəm, skip eləyəcəm. Bunlar niyə belə oldu? Mən sizə məsləhət indi göstərəcəm. Bu qrafik ayarlarındandır. Yəni qrafiki biraz daha aşağı salmağa çalışacağıq. Dostlar, görmüş olduğunuz kimi oyunu tam qrafik şəkildə aça bildik. Bunun üstünə bir dəfə vururuq və görürsünüz oyun təmiz açılır. Baxın. Dayaqları qırıq-qırıq var idi. Baxın. Hər şey qırıq-qırıq idi. Oyuna rahat girmək olur. Kariyer modu, hər şey oynamaq olur. İndi elə belə yoxlayacağıq təbii ki. Tək multiplayer var. Multiplayer olsa ondan şəkildə belə elə dostlar oynamaq olur təbii ki. Gördüyünüz kimi rahat oynuyoruz. Kariyer moduna girək. Kariyer modu dostlar. As you compete in their events, you'll start earning lights and fans. Earn lights by placing in events. Earn fans by pleasing the crowd. Lights unlock more events. Fans unlock cars. Oyun. Each rival will also have a set of demands. You want to complete them all for a chance to take them on. Dostlar. Baxın. Beat them in a one-on-one. Onu da yəni sizə göstərim ki, sonra bir problem yaşanmasın da təbii ki dostlar. Gain fans and take on rivals all the way to the top. This is it. Time to step up and enter the world of powered up racing. Aha, görək başımıza nə gəlir. Tutaq ki, bunu seçdik. Vay, fərqi yoxdur, birini seçək. This is powered up racing, the core of the whole sport. The premise is simple. First to the finish line wins. Call on all your driving and power-up skills to battle your way to the front of the pack. Use power-ups tactically to gain an advantage. Gördüğünüz kimi when you're out in front, the battle is kariyer over. modu You're gonna have oynuyoruz da to yani. fight to stay Kariyer there. modu. Finish the race in the top 3 to earn Bəli, lights. üçüncü yer, The better ikinci your yer belə finish olur, position, birinci yerdə the more belə lights olur. you learn. Opşi dostlar, oyunu sizə indi göstərəcəm. Şerait Camaro. Seçək də. Görək başımıza necə sürürük, nə tər oynayırıq. RT ilə də bu arada keçir. Bilginiz olsun, görürsünüz RT ilə keçir. RT ilə keçir. Görürsünüz. Nə maraqlı olan nədir? Maşını necə sürəcək? Aha. RT ilə sürür uşaqlar, bilginizə olsun. Grafikləri biraz güclü olduğu üçün grafiklərini aşağı salacaq. Götürənmədi. Aynı anda vurur dostlar, baxın. Hə, yəni mənim demək istədiyim budur ki, dostlar, Blur da sizlər üçün açıq və sübutu olaraq da sizlər üçün göstərdik. Oyunun necə yüklənmə qaydasıdır, necə eləyirik, nətər eləyirik. Buna görə də bunlardan çıxırıq. Buradan çıxırıq. Və single player, multiplayer dostlar. Belə. Sizə bu günlərə Blur'un endirmə qaydasını, oynanma qaydasını göstərdim. İndi isə ayarlarını göstərəcəm sizlər üçün dostlar. 3 nöqtəyə basıb PC Game Setting'ə baxırıq. Snapdragon'u güclü olanlar üçün söhbət Snapdragon telefonlarından gedir. Ayarlarda telefon qismindən girib baxa bilərsiniz. Snapdragon'u güclü olanlar üçün bu ayarları kullana bilər. Proton 10, Game Settings qalır. Qualcomm 805, BGA 8. DXVK versiyasını daha güclü telefonlar üçün, məsələn mən 1.10-da istifadə edirəm, siz 2.31-də də istifadə edə bilərsiniz.
VKDD3D versiyasını direkt 12x, 212-də istifadə edə bilərsiniz. Cupu translatoru mən 910-da istifadə edirəm. 823-də də yoxlayacağam təbii ki oyunun qrafikini. İstəyən olsa 823-də də yoxlaya bilər. Abilər belə. Blur da sizlər üçün endirdik. Hə, PES 2017-nin yüklənmə qaydasını da sizlərə göstərəcəm. Yükləyə bilməyənlər var aramızda təbii ki. 17-nin yüklənmə qaydasını sizlərə göstərəcəm. Bizdən bu qədər abilər. Gününüz uğurlu olsun. Allah'a emanet olun. Özünüzdən müğayət olun. Bir dənə bu videoya like atıb mənə bir dənə dəstək olsaz, mən artıq sevinib sizlərə daha da yaxşı belə potensiallı şəkildə videolar çəkməyə çalışacağam. Özünüzdən müğayət olun. Allah'a emanet.